Salam uşaqlar, bu günləri məntiqimizin 113 və 114-cü səhifələrini yerinə yetiririk. Gəlin suallarla bir-bir tanış olaq. Deməli, birinci sütunda verib 5, 7, 3 təkrarlanan yoxdur. İkinci sütunda verib 7, 2, 2 və qarşısını biz tapmalıyıq bugün. İkinci sütunda 2 dənə təkrarlanan var və ikinci üçüncüdür. Baxaq. İkinci sütunda 2 dənə təkrarlanan var, amma 2 ilə 3 deyil. 2'dir, 3'dür, 2'dir, 3'dür, 2'dir, 3'dür. Deməli, A getdi, digərləri qaldı. Davam edək. İndi birinci sütunda 7 var, ikinci sütunda da 7 var. Deməli, birinci sütunda ikincidir, ikinci sütunda birincidir. Yəni, bu eyni gəlməlidir. Eyni gəlir, eyni gəlir, eyni gəlir. Amma burada 7-dən bir dənə də var, görürsünüz. Deməli, B də deyil. Bunu da sildik. Yerdə qaldı C ilə D və artıq 5 ilə 3'dür. Təkrarlanan ədəd yoxdursa, deməli təkrarlanan fiqur da olmamalıdır. Amma burada baxın, 2 dənə təkrarlanan fiqur var. Cavab oldu C bəndi. Çatışmayan puzzle tapaq. Puzzle'ın yuxarı hissəsi girintili, qıraq hissələri çıxıntılıdır. Aşağı hissəsini bilmirik. Əsas bizə verib ki, yuxarısı içəri doğrudur, kənarları çölə doğrudur. Bu deyil, bu deyil. Bu yuxarısı uyğundur, sağı uyğundur, amma solu uyğun deyil. Baxın, A bəndi. Bunlar uyğundur. 2 dənə eyni ədəd 4 olub. Deməli, bunlar 2'dir. Hansı ədədin 2 qatı 4'dür? 2'nin. 2 eyni ədəd 8 olub. Hansı ədədin 2 qatı 8'dir? 4'ün. İndi burada çap səhvi yəqin olub və bizə verməyiblər işarəni. İndi gəlin üstəgəllə yoxlayaq. 2'nin üstünə 4, 6. Çıxla da yoxlayaq. Yəni burada çıx ola bilməzdi. Çünki 2'dən 4 çıxanda mənfi 2 qalır. Biz də hələ mənfi keçməmişik və məntiqdə də mənfi olmur heç vaxt. Ona görə üstəgəl artırdıq. 2'nin üstünə 4, 6. İndi bunları yerinə qoyuruq. 6, 2, 4. 6'ın üstünə 4, 10. O da 2. Cavab eləyir 12. 18, 11, 7, 4, 3. Gəlin əvvəlcə baxaq görün necə azalıb. 18 olub 11. 7 azalıb. 11 olub 7. 4 azalıb. 7 olub 4. 3 azalıb. 4 olub 3. 1 azalıb. 7, 4, 3 və burada artıq 0 gəlir. Deməli, bu deyil. Bu uyğunluq deyil uşaqlar. Çünki ardıcıllıqda müəyyən bir hissə yoxdur. Buradakı məntiq nədir? 18-dən 11'i çıxsam 7 qalar. 11'dən 7'ni çıxsam 4 qalar. 7'dən 4'ü çıxıram 3 qalır. 4'dən də 3'ü çıxıram 1 qalır. Ardıcıllıq budur. Deməli, hər dəfə ədəddən digər ədədi çıxırıq və cavab növbədə alınır. 18 çıx 11, 7. 11 çıx 7, 4. 7 çıx 4, 3. Onda 4 çıx 3 eləyir 1. Bu da var B bəndində. Tərəzi. Bir pişik bərabərdir bir itlə bir ördəyə. Bir ördək baladır da, bərabərdir 2 itə. İndi burada ördəyi götürüb yerinə 2 dənə it əlavə eləsək, onda bir pişik neçə dənə itə bərabər olur? 3 dənə itə bərabər olur. Bir pişik bərabər olur 3 dənə itə. O da var A bəndində. 23, 41, 2 olub. 18, 34, 3 olub. 52 neçə 2 olacaq. Rəqəmlərin cəmi ilə baxsaq 2 ilə 3, 5, 4 ilə 1, 5, 5, 5, 2, 5, 5, 10. Deyək ki, 5'ə bölsə 2 qalır. Amma həmin məntiq 2'yə aid ki, olmur. 5'ə bölünmür. 1 ilə 8, 9, 3 ilə 4, 7, 9 ilə 7, 16, 16 5'ə bölünmür. Buradakı məntiq nədir? 23'ün üstünə gəlirik 41'i. Eləyir 4, 6, 64. 6'dan da 4'ü çıxaq eləyir 2.
18'in üstünə gəlirik 34'ü. 18'in üstünə gəlirik 34'ü. 12 bir yadda 4 bir də yadda 5. 5'dən də 2'ni çıxanda qalır 3. Bu məntiq uyğundur. İndi 52'nin üstünə neçə gəlirik? Alınan cavabdan rəqəmləri çıxırıq və 2 qalır. Deyək ki 52'nin üstünə 11 gəlsək, eləyir 63. 6'dan da 3, 3 qalır. 52'nin üstünə 12 gəlir. 52'nin üstünə gəlirik 12'ni. 2'nin üstünə 2, 4, 5'in üstünə 1, 6. 6'dan da 4 çıxanda qalır 2. Elə cavab 12'dir. Cədvəl. 2 dənə x 10 olub. Deməli, bir dənə x-ə düşür 5. Bir dənə y ilə bir dənə x, yəni 5 olub 18. 5'in üstünə neçə gəlsə 18 eləyir. Toplamadır burada. 13. Deməli, y olur 13. İndi z-i tapmalıyıq. Z-in üstünə 13 gəlmişik 19 eləyib. Məşhur toplananı tapmaq üçün 19'dan 13'ü çıxırıq. O da eləyir neçə? 6. 4, 5, 3, 9, 6 olub. 6, 2, 4, 8, 8 olub. 4 sual 2, 5, 4 olub. Buradakı məntiqi tapmalıyıq. Bax, 4'ün üstünə 5 eləyir 9. 3'ün 2 qatı eləyir 6. İndi bunu yoxlayaq. 6'ın üstünə 2, 8. 4'ün 2 qatı 8. Deməli, məntiqimiz doğrudur. İlk 2 ədədi toplayırıq. 3-cü ədədi 2'yə vururuq. 4 ilə neçəni toplasaq 5 eləyir. 1'i. 2'nin də 2 qatı 4. Gördünüz, alındı. Deməli, bura nə yazırıq uşaqlar? B bəndi 1. Aha. Neçə mərtəbədə? 1, 2, 3, 4. 4 mərtəbə və hamısı yuxarı gedə-gedə hamısı 4 mərtəbədə uşaqlar. İndi bunları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə 4. 12'ni vuraq 4'ə. 4 vur 2, 8, 4 vur 1, 4. Cavab eləyir 48. Yuxarıdakı kirpilərdən neçə ədədi sağa baxır? Sağa. Yəni uşaqlar, baxın, bu tərəfə. Sağa baxır. Gəlin sayaq. 1, 2, 3, 4, 5. Digərləri məncə sola baxır. 1, 2, 3, 4, 5 dənədir. O da var. A bəndində. 11-ci sual. Balıq, həşərat 3 nöqtə. Balıq canlıdır. Həşərat canlıdır. Onda buradakı da olmalıdır canlı. Canlı varlıq olmalıdır. Balıq canlı varlıqdır. Həşərat canlı varlıqdır. Onda burada da olmalıdır canlı varlıq. Torpaq aid deyil. Təbiət aid deyil. Qalır quşla qarışqa. İndi düşünə bilərik ki, quş da canlıdır, qarışqa da canlıdır. Yaşa hansı uyğun gəlir sizcə? Bax, burada balıq verib. Balığın növünü verməyib, adını verməyib. Sadəcə deyir balıq, yəni ümumi qrupun adını verib. Burada həşərat deyir. Arı demir, milçək demir, ağcaqanad demir, parabüzən demir. Sadəcə qrupun adını deyir. Həşərat. Deməli, qrup adı canlıdır. Deməli, canlı varlıqdır və qrupun adıdır. Canlı varlıq da qrupun adıdır. Onda burada da canlı varlıq olmalıdır və qrupun adı olmalıdır. Tək-tək adı yox. Qarışqa artıq həşəratın tək verilmiş adıdır. Onda bura nə uyğun gəlir? Quş. Canlı varlıqdır və ümumilikdə quş. Bütün elə bir ki, quşların ümumi adıdır. Yəni, məsəl üçün, qaranquş demir, göyərçin demir. Ümumilikdə quş deyir. Yəni, qrup adı ilə gedirik. 12-ci sonuncu sual. Fərqli olanı tapın. Portağal meyvədir. Limon meyvədir. Alma meyvədir.
Qoz meyvə deyil. Qoz nədir? Çərəzdir. Ləpə də deyirlər. Qoz amma çərəzdir. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, bütün tapşırıqları başa düşdünüz.